Salam, hörmətli Aspoz istifadəçiləri. Bugün sizə Aspoz tətbiqinə malların daxil edilməsi, sistemə yazılması haqqında məlumat verəcəm. İlk növbədə menyu bölməsinə keçid edirik. Keçid etdikdən sonra qarşımızda açılan bölmədə faktura girişinə daxil oluruq. Daxil olduqdan sonra ilk növbədə kontragent seçimini edirik. Məsələn, İrşad. Seçimi etdikdən sonra yeni məhsul yarata klik edirik. İlk növbədə buradan malın adını qeyd edirik. Məsələn, USB. Daxil etdikdən sonra barkodu daxil etməliyik. Barkod iki üsulla daxil oluna bilir. İlk növbədə əgər bu məhsul öncədən sistemimizdə mövcuddursa, ilk simgəyə toxunuruq. Əgər öncədən mövcud deyilsə, ikinci simgəyə toxunuruq. Alış qiymətini təyin edirik. Məsələn, 10 manat. Satış qiymətini iki üsulla vermək mümkündür. İlk növbədə üstünə faiz gəlməklə baxaq. Məsələn, bunun üstünə 10% gəlirəm və satış qiyməti 11 manat olur. İkinci üsul isə satış qiymətini özümüz daxil edə bilərik. Məsələn, 15 manat. Pərakəndə qiymətini daxil edək. Məsələn, 13 manat. Topdan qiymətini daxil edirik, 11 manat. Gəliş pulu isə həmin malın bizə çatdırılması üçün olan məbləğdir. Məsələn, 10 manat. Burada iki seçim var. Müştəri bonussuz və satıcı bonussuz. Əgər bunlara aktiv etsək, bu məhsuldan müştəriyə və ya satıcıya bonus verilmir. Sonra isə kateqoriya seçimini etməliyik. Buradan adapterləri seçirəm. Əgər kateqoriya bizdə mövcud olmasa, yenisini yarada bilirik. Bu zaman yaşıl simgəyə klik edirik. Klik etdikdən sonra açılan bölmədə yeni kateqoriyanın adını yazırıq və əlavə et düyməsini sıxırıq. Sonra isə buradan yaşıl simgəyə toxunuruq, həmin kateqoriyanı görürük. Alt kateqoriyada daxil etmək mümkündür. ƏDV faizini təyin edirik, məsələn 2% ƏDV. Toxunuşlu seçimini etdikdə bütün məhsullar, yəni məsələn USB-ni seçmişik, USB məhsulu ekranda rəngli kvadratlar şəklində görünür. Toxunuşlu seçdikdən sonra rəng də təyin edə bilirik, məsələn mavi rəng. Satışda miqdar soruş. Bunu açıq qoyduqda, hər dəfəsində həmin məhsulu satmaq istəyəndə hansı miqdarda satmaq istədiyimizi soruşacaq. İstəsək, burada hansı satıcının bu məhsulu satacağını da təyin edə bilirik. Növbəti isə, əgər biz kilo ilə məhsullar satmaq istəsək, bu zaman kilo seçimini aktiv etməliyik. Aktiv etdikdən sonra burada barkod kodu öncə 20 ilə oxunurdu. Lakin kilo ilə olan məhsullarda biz həmin barkodu 22 kodu ilə görürük. Burada minimal və iç sayı da mövcuddur. Bu nə deməkdir? İlk növbədə iç sayına baxaq. Məsələn, mal bizə paçka şəklində gəlib. Bu zaman iç sayını daxil etməliyik. Məsələn, bir qutunun içində 10 ədəd var. İç sayını daxil edirik. Daxil etdikdən sonra ədəd qiymətini daxil etməliyik. Məsələn, mən həmin paketin içindəki məhsulun birini 2 manatdan satmaq istəyirəm. Daxil etdikdən sonra hər məhsul 2 manatdan satılacaq. Bundan sonra yaddaşa yaz edirik. Beləliklə, məhsulu yaratmış oluruq. Burada əsas məqam odur ki, həmin məhsulu yaratdıqdan sonra miqdar vermək lazımdır. Məsələn, USB 20 ədəd. Daxil etdikdən sonra yaddaşa yaza klik edirik və beləliklə həmin mallar yaddaşa daxil olunur. Fakturalar bölməsində isə həmin malların faktura nömrəsini, növünü, tarixini, hansı tarixdə, hansı saatda daxil edildiyini, kontragentin adını istəsək açıqlamada yazmaq mümkündür və məbləğləri görə bilirik. İstəsək həmin əməliyyatı silmək də mümkündür. Yuxarıdan isə yeni fakturanı özümüzdə yarada bilirik burada və ya buradan hansı əməliyyatı görmək istədiyimizi seçə bilirik. Məsələn, giriş əməliyyatı, çıxış əməliyyatı və ya qaytarma əməliyyatı. Tarix aralığında seçmək mümkündür.